Salam değerli izleyiciler. 1 dekabr 2025-ci il Baş Nazirdən əmək pensiyaları ilə bağlı qərar var. Videonu paylaşırıq və burada üstəgəliş ayrəsinə toxunuruq değerli izleyiciler. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasında dəyişiklik edilib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə həyata keçiriləcək. Qulluq stajına görə əmək pensiyasına əlavələri 50% həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olması ilə əlaqədar onların əmək pensiyasının əmək haqqı dövlət məvacibi əsasında yenidən hesablanması arayışı əsasən həyata keçiriləcək.